yoxa çıxdı. Amma bugünkü gün ITF-in olimpiya yaxınlığı daha çox. Daha çox. Bu yıl olimpiyadada bu məsələlər çözülür inşallah. Axırıncı qərar da 17-ci il mayıs ayında axırıncı qərar veriləcək. Yəni bu olimpiyatlarda hər şey həll olunmarsa, mayıs ayında Olimpiya Komitəsi özü qərar verər, kimi qəbul edir olimpiyada. Yəni ki, oraya yaxınlaşmalar daha çox. Nədən? Bizim başkan var, Çamlung. Olimpiya Komitəsində orada rəhbər vəzifəsində çalışır. Neçə illərdə orada çalışır. VTF-in olimpiyadada qalmağında, yəqin ki, burada VTF-çilər də var, hər kəs bilir. VTF olimpiyada girən zaman olimpiyatdan çıxmaq ehtimalı daha çox idi. Bəzi orada məsələlərə görə çıxmaq ehtimalı daha çox idi. Bizim başkan Çamlungun sayəsində VTF qaldı olimpiyatda. Nədən? Onu da anlatım sizə. Taekwondo olimpiyadadan çıxardısa, ismi ilə, taekwondo ismi çıxardısa olimpiyada, bir də orada taekwondo ismi qayıtmazdı. Yəni o cüzdən qaldılar orada. İndi də hal-hazırda bu məsələlər çözülür. Yəni, keçən yıl biz Bolqariyada olan zaman bizə söylədilər 2020 olimpiyada hazırlaşır. Yəni, bu böyle söylenmir. Yəni, İTF haqqında bu məlumatı verdik. İTF'in kuralları hakkında biz size məlumatlar vereceğiz.